Salam hörmətli izləyicilər. Bu dəfəki qonağımız ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovdur. Şair bəy, xoş gördük. Salam, xoş gördük. Bəy, deməli, sualım nə yöndə olacaq? Son günlər Rusiya-Ukrayna müharibəsində bir hərəkətlilik var. Rusiya tərəfinin xüsusən Kramatorsk, Slavyansk istiqamətində hücumlarının intensivləşdiyini görürük. Paralel olaraq da Ukrayna ordusu həm Moskva şəhərini dronlarla zərbələr indirir, üstəgər logistika yollarına çox ciddi zərbələr indirir. Bir çoxları belə bir iddia edir ki, ümumiyyətlə müharibədə Ukrayna tərəfi bir geri dönüş edir. Siz nə görürsünüz? Mən deyərdim ki, Ukrayna cəbhəsində heç nə dəyişməyib. Və son zamanlar bu dəyişiklik bir arada əgər Rusiyanın üstünlüyü daha intensiv hiss olunurdusa, indi bu saat müəyyən bir şəkildə onun sürəti azalıb. Və burada bir neçə faktorlar var, təsir eləyən. Əvvəla, Ukraynaya olan maliyyə dəstəyin təsdiqini tapdı. Belə olduğu halda Ukrayna dron istehsalı ilə bağlı həm Ukraynanın ərazinin özündə, həm də ki, Avropa Birliyində olan yeni istehsal mərkəzləri işə salınır. Və təbii ki, bunlar birinci növbədə Ukrayna cəbhəsinə nəzərdə tutulub. Hal-hazırda dron istehsalı ilə bağlı və dronların döyüşdə tətbiqi ilə bağlı həm texnoloji baxımından, həm say baxımından Ukrayna dünyada birinci yerə çıxıb. Və belə olduğu halda təbii ki, bu cəbhə bölgəsində özünü göstərir. Və hətta cəbhə bölgəsində orada yəni boz zona deyən bir şey var. Bu boz zona nə sənin deyil, nə mənim, sadə dillə desək. Əvvəl əgər o boz zona yaxın məsafəli dronlar vasitəsilə hardasa 1-2 kilometr enliliyində idisə, indi isə ən müasir dronların tətbiqi ilə, istehsalı ilə artıq onun 10 kilometr, hətta son zamanlar 15 kilometrəyə qədər belə bir geniş, yəni eyni bu formada genişlənib. Və belə olduğu halda əlbəttə biz bugün Rusiyanın belə deyək, verən məlumatına görə hansıdırsa məntəqələri ələ keçirilməsi ilə bağlı məlumat ala bilərik. Ancaq sabahki gün və yaxud o biri gün biz o məlumatı Ukraynanın o əraziyə belə deyək ki, ələ keçirilməsi ilə və yaxud azad edilməsi ilə daha çox, düzgün desək, məlumatı ala bilərik və hər ikisi də düz olacaq. Ona görə də bugün o boz zonanın genişliyi cəbhə bölgəsində bizim klassik variantda təməz xətti deyilən anlam artıq itir. Rusiya əlbəttə dronların Ukrayna tərəfindən dronların istifadəsinin imkanlarının genişlənməsi Rusiya tərəfindən canlı qüvvədə itkilərin çoxluğuna gətirib çıxardır. Hətta bəzi video materiallar var ki, hətta bir drondan çoxdur. Yəni 2 ya 3 dron bir əskərin ovuna çıxır. Hətta bəzi belə gülməli görünən video materiallar var ki, bronjiletlə atır adı nədir, drona qarşı, nə bilim əlində olan silahı atır drona qarşı, sanki quşu vurur. Yəni belə bir video materiallar da var. Mən bunu niyə bu formada gətirirəm? Ona görə ki, dronların sayı o qədər çoxdur ki, hələ demək olmaz o ya bu dayaq məntəqələrində və yaxud təməz xəttində olan şəxsi heyət çoxdur, yoxsa dronlar çoxdur. Bu məsələ artıq əlbəttə bu Ukraynanın sadə dillə desək əlindən tutur. Ona görə ki, Ukraynanın şəxsi heyəti ilə bağlı problemləri çoxdur. Çatışmamazlıq var, bu haqda biz bilirik. Rusiya şəxsi heyət baxımından üstünlük təşkil edir.
Ancaq ki Ukraynanın həm texnoloji baxımından, həm say baxımından, həm effektivliyi baxımından dronların belə deyək imkanları Rusiyanı üstünləyərək artıq bu şəxsi heyətdə olan çatışmamazlığı müəyyən bir şəkildə tamamlayır. Ancaq ki nə tər olur olsun, hər hansı bir arazi əgər onun əskərinin sadə dillə desək ayağı basılmayıbsa, o yəni kimindirsə sayıla bilməz. O kimin əskəri ki ayağı ora basılıb, o arazi onun sayıla bilər ancaq. Ona görə bugünkü müharibələrdə, müasir müharibələrdə olan yanaşmalar əvvəlki belə deyək anlamla düz gəlmir və hərbi ekspertlər də indi bu saat artıq yanaşmalarını biraz ifadələrini və analizlərini, təhlillərini bundan irəli gələrək edir. Əvvəl daha çox belə idi, ya ağ ya qara deyirdik. İndi bu saat artıq bunlar o qədər qarışıb ki bu məsələlər, yəni burada müəyyən bir şəkildə hansısa konkret nəticəli bir fikir söyləmək çətindir. Digər tərəfdən siz bilirsiniz, hərbi ekspertlər bütün məlumatları mətbuatdan alırlar. Yəni bu mətbuatdan alınan məlumatlar çox vaxtı real hərbi cəhətdən ekspert kimi təhlil aparmaq üçün yetərli deyil və orada olan faktlar, orada olan məlumatlar bizə bir hərbi peşə cəhətindən o məlumatların dəqiq olmaması və yaxud o dəqiq məlumatların olmaması mətbuatdan alınan məlumatlar əsasında biz fikirlərimizi söyləməli oluruq. Ancaq ki bütün bunlar bir daha onu göstərir ki, mənə elə gəlir ki, əsas məsələ burada başqa şeylərdir. Əsas məsələ ondadır ki, artıq 5-ci ildir müharibə gedir. Rusiya tərəfi artıq yorulub. Həm sanksiyalarla yorulub, həm imincindən yorulub. Yəni əvvəl vuran əl sayılırdısa, Rusiya indi vuran əl sayılmır. Və Rusiya getdikcə belə deyək, sadə dillə desək, dost olmayan ölkələr qazanır bundan. Çünki Avropa Birliyinə daxil olan ölkələr, koalisiyaya 56 ölkə daxil olub Rusiyaya qarşı. Bunlar hamısı dost olmayan ölkələrdir və bugün Rusiya tərəzi üstündə qoyur və düşünməli olur. O bizdə deyirlər, bəzən papağı çıxart qoy qabağa, fikirləş. Yəni bu formada müharibəni davam etməyə dəyərmi? Çünki Ukrayna, Rusiya xalqları o qədər bir-birinə yaxın xalqlardır ki, indi bu saat nüvə silahı haqqında çox danışırlar. Mən deyərdim ki, bəlkə hansısa başqa Avropa ölkəsi olsaydı və yaxud hansısa başqa ölkə olsaydı, bəlkə də Rusiya nüvə silahından çoxdan istifadə etmişdi. Ancaq bunlar Slaven ölkəsi olduğu üçün, qardaş ölkəsi olduğu üçün, bağlantıları çox sıx olduğu üçün Rusiya bundan istifadə edə bilmir. Və bugün, və deyərdim ki, bugün yox, hətta bugünə qədər də bütün hərbi əməliyyatlar nüvə, yəni Rusiya tərəfindən planlaşdırılan əməliyyatlar və hərbi elm nüvə silahın tətbiqi ilə belə deyək, planlanan əməliyyatlar olub. Mən belə deyək ki, yadımda deyil ki, son zamanlar Rusiyada hansısa iri miqyaslı təlimlərin keçirilməsi və yaxud belə deyək ki, hansıdırsa hərbi akademiyalarda belə deyək, dərslərin aparılması nüvə silahın tətbiqsiz keçsin. Çünki adi silahlar nüvə silahının tamamlayan silahlar kimi sayılır indi bu saat. Yəni yeni, müasir, taktiki yanaşmada belə şey yoxdur. Müharibə ancaq adi silahlarla. Adi silahlar, nüvə silahı, artilleriya nüvə başlığı ilə toplar var. Hətta tapancanın belə gülləsi
nüvə başlığı ilə var. Belə olduğu halda əməliyyatdan asılı olaraq nüvə silahının tətbiqsiz istifadəyə, yəni nüvə silahsız demək olar ki, heç bir əməliyyat nəzərdə tutulmuyor. Sadəcə bu Rusiya-Ukrayna yeganə indi bu saat bu formada aparılan müharibədir ki, ancaq belə deyək, adi silahlarla bunu aparılır. Düzdür, Areşnikdir və s. bunları istifadəsi də Areşnikdə adi silah kimi istifadəsi heç belə deyək məntiqli görünmür. Niyə? Çünki Areşnik nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş raketdir. Bunu adi silahla istifadə etmək Areşnikin qiymətini bəzi məlumatlara görə 50 milyondan başlayır, 100 milyona kimi gəlib çıxır qiymətləndirmələr. Və 50 milyon və yaxud 100 milyon adi silah kimi istifadə edəsi və onun belə deyək, o dağıda biləcək gücü çərçivəsində olan obyektlərin qiymətini nəzərdə tutsaq, onların o belə deyək, obyektlərin darmadağın edilib sonra bərpa edilməsi Areşnikin qiymətindən ucuz başa gəlir. Ona görə də təbii ki, o silahlardan da istifadə etmək, hələ belə deyək, digər silahlardan da, raketlərdən də istifadə etmək bugün Rusiya üçün əlverişli və belə deyək, əhəmiyyətsiz görünür. Niyə? Çünki onlar nüvə başlığı üçün istifadə edilmək üçün nəzərdə tutulub. Ona görə də bugün Rusiya artıq danışıqlara hazır olduğu haqqında tez-tez fikirlərini söyləyir. Sadəcə bu danışıqlara hansı belə deyək, paketlə gəlib çıxmaq lazımdır. Çünki Rusiya rəhbərliyinin də durumu o qədər yaxşı deyil. Mən deyərdim ki, Ukrayna rəhbərliyinin durumundan Rusiya rəhbərliyinin durumu indi bu saat daha belə deyək, çətin durumdadır. Niyə? Ona görə ki, Ukrayna müdafiə eləyən tərəfdir. Özünü müdafiə eləyən tərəfdir. 1 il olsa da, 2 il olsa da, 3 olsa da, 5 il olsa da bu öz torpaqları uğrunda döyüşür. Rusiya isə işğalçı dövlətdir. Və təbii ki, Rusiya işğalçı dövlət olaraq Rusiya dövlət rəhbərliyi bugün xalqın qarşısında, cəmiyyətin qarşısında hesabat verməlidir ki, 5 ilin ərzində bunlar nəyi əldə ediblər? Və hələ belə deyil ki, indi bu saat 2-ci Dünya müharibəsinin nəticələrini tez-tez səsləndirirlər o Rusiyanın özündə ki, biz 4 ilin ərzində Avropanı tam şəkildə belə deyək, işğal eləmişdik. Sovetlər olaraq. İndi isə 5 ildir biz Ukraynanın cəmi 20-25%-in söhbətini eləyirik. Və Ukraynada cavab olaraq bugün Moskvanı ateş altına ala bilir. Ona görə də Rusiyanın başqa çıxış yolu yoxdur. Ya Rusiya bütün silahlardan istifadə edərək Ukraynanı məhv etməlidir və Ukraynanı bununla işğal edə bilər. Ya da ki, adi silahlarla və indi bu saat dronların belə deyək, göydə hakimliyini nəzərə alsaq, Rusiyanın şəxsi heyətin üstünlüyü bugün həmən dronlar vasitəsilə neytrallaşır. Ona görə də Rusiya danışıqlara getməlidir. İndi bu saat Trump yaxın şərqdə biraz vəziyyət sakitləşməlidir, ona doğru gedir və Trump Rusiya rəhbərliyinə əgər minnətdarlığını bildiribsə İran məsələsində ki, yəni iştirak ediblər, deməli Trump da Rusiya marağında hardasa və yaxud bu müharibənin dayandırılması, Rusiya-Ukrayna müharibənin dayandırılmasında aktivliyi göstərməlidir və bu da Trump'ın cavabı olacaq. Və düşünürəm ki, ola bilsin ki, yaxın zamanlarda artıq bu məsələ masa arxasına keçdi və Putin də Trump'a öz minnətdarlığını bildirəcək ki,
Trump bu məsələdə fəal iştirak eləyib, artıq danışıqlar masasına bu məsələni gətirib çıxardı. Doğru. Bəli, maraqlı bir məsələyə toxundunuz. Ümumiyyətlə bu dron məsələsi ilə bağlı. Düzdür, məsələn biz ibtidai səviyyədə olsa da, indiki müharibələrə baxanda ibtidai səviyyədə olsa da, Azərbaycan 44 günlük müharibədə kifayət qədər, yəni dronlardan istifadə elədi. Amma biz həm İran Amerika-İsrail müharibəsinə, həm də ki elə Rusiya-Ukrayna müharibəsinə baxanda dronların daha kütləvi şəkildə, yəni hücumlarının şahidi oluruq və fəaliyyətinin şahidi oluruq. Bu o deməkdir ki, həm də həmin ölkələrdə çoxlu sayda dron operatorları var. Və Azərbaycan, məsələn, bir çox ölkələr var, baxıram, bəzi ölkələr artıq, məsələn, o orta məktəblərdə, yəni təhsil sistemində, məsələn, hərbi hazırlıq dərslərini tamamilə dəyişirlər. Məsəl üçün, sıra hazırlığından daha çox dron operatoru və yaxud da ki, onların ümumiyyətlə idarə edilməsi məsələsinə. Siz necə fikirləşirsiniz? Ümumiyyətlə, bu Azərbaycan ordusu, yəni Rusiya-Ukrayna müharibəsini də izləyir və yaxud da ki, İran Amerika-İsrail müharibəsini də, amma eyni zamanda bunların bir tətbiqi məsələsi də var. Yəni bu region həmişə onsuz da gərgin regionda, hələ də ortada, yəni bir faktiki olaraq sülh yoxdur. Sabahları nə olacağı da bəlli deyil. Yəni biz hansı addımlar atmalıyıq? Çünki bu çoxlu sayda operatorun olmağı da hər bir dövlət üçün mən hesab edirəm ki, indiki mərhələdə üstünlükdür. Siz necə görürsünüz? Ümumiyyətlə biz hansı addımlar ata bilərik bu yöndə? Çox sağ olun. Azərbaycan 21-ci əsrin dron tətbiqinin pioneri sayılır. Bəli. Və Azərbaycanın vətən müharibəsində dronların istifadəsi və sonra artıq bayraqdarların demək olar ki, çox sayıda ölkələr müraciət elədi Türkiyəyə, qardaş Türkiyəyə bundan bağlı. Və təbii ki, dron, belə deyək, dronun erası Azərbaycanın vətən müharibəsində başladı. Və Azərbaycan da artıq vətən müharibəsindən demək olar ki, qədər artıq dronların belə deyək ki, istehsalı ilə bağlı ilk addımları atdı. Mən deyərdim ki, Azərbaycanda çox gözəl anlayırlar dronların imkanlarını və bu haqda məlumat olmasa da çoxlu. Ancaq mən deyə bilərəm ki, lazım olan tədbirlər görülür. Bununla bağlı bizim məktəblərimiz var. Yəni, belə deyək, o MAXE səviyyəsində, hətta zabit səviyyəsində biz yüksək, belə deyək ki, səviyyəli mütəxəssislər hazırlayırıq bu sahədə. Bu sahədə mütəxəssislərin hazırlanmasında orta məktəblərdə, hərbi dərslikdə dronlarla bağlı hansısa dərslərin keçirilməsində burada biraz elə bir ehtiyac yoxdur. Çünki hərbi təyinatlı dronlar bunlar başqa yanaşma tələb edir və təbii ki, bununla bağlı trenajörlardır, avadanlıqdır, tədris avadanlığıdır. Bunlar başqa bir, belə deyək, ciddi avadanlıqlar sayılır. Və təbii ki, burada istifadə, daha doğrusu bu sahədə hazırlanan mütəxəssislər də, belə deyək, müəyyən bir seçimlə seçilir. Niyə? Çünki burada həm psixoloji faktor var. Çünki hər adamın əlinə o pultu vermək olmur və hər adamdan operator olmur. Demək istəyirəm ki, burada psixoloji durum da nəzərdə alınmalıdır. Çünki hər adamdan operator çıxmaz. Bu da müəyyən bir xarakterdən asılı olmalıdır. Digər tərəfdən, əlbəttə, intellektual səviyyəsi yəni qiymətləndirilir. Rəqəmsal elementlərdən, belə deyək, onun yiyələnmə imkanlarını, yəni mən demək istəyirəm ki, dron operatoruna biz sadə baxmalı deyil. Bu çox çətin və ciddi bir sahədir. Ona görə də mən deyərdim ki, Azərbaycanda Müdafiə Nazirliyinin ərzində
e, Milli Müdafiə Universiteti var və Milli Müdafiə Hı. Universiteti ərzində operatorların hazırlığı ilə bağlı bizim hərbi kolleclərimiz var və orada biz onları hazırlayırıq. Məktəb səviyyəsində düşünmürəm. Çünki indi bu saat düzdür. Cürbəcür oyunlar var, internet belə deyək ki, otaqlar var. Uşaqlar ondan istifadə edə bilərlər. Orada da oyunlar oynayırlar. Dronda uçurdurlar, nə olsa da uçurdular. Yəni bunlar var. Bunlar üçün məktəbdə bu sahədə hansısa yəni o sahəyə və yaxud o sahəyə hazırlıq kimi biz məktəbdə hazırlaya bilmərik. Çünki mən məsələn fikirləşirəm ki, bax indi bu saat hər məktəb hərbi dərsdə dronlar uçurduracaq göydə. O nə olacaq, hara deyəcək, bu təhlükəsizlik məsələləri var və s. və ilə. Mən ona görə burada ehtiyac görmürəm. Ancaq lazım olan qurumlarda, bütün qurumlarda, Azərbaycan Silahlı Qüvvələrinə aid olan bütün qurumlarda bununla bağlı çox güclü işlər aparılır və Ukrayna-Rusiya müharibə fonunda Azərbaycanın istər müdafiə sənayesində, mən deyərdim ki, bu sahədə çox böyük işlər aparılır və çox böyük yaxşı nəticələr var artıq. Və əlbəttə operatorun hazırlanması, pilotların hazırlanması, texniki personalın hazırlanması, bu istiqamətdə də işlər aparılır. Əlbəttə, ali hərbi məktəblərdə bizim bu məktəblərdə yəni artıq bu dronların idarə etməklə bağlı mütəxəssislər, zabitlər də hazırlanır gələcək üçün. Ona görə mən deyərdim ki, bugün Azərbaycan dronların gələcəyini nəzərə alaraq Azərbaycan bu inkişaf yolunu paralel gedir və bugün Azərbaycanda demək olar ki, hər hansı bir belə deyək potensialda olan dronları idarə edə biləcək heyət var. Çünki çox sayılı dronlar var. Sadəcə bu haqda çox məlumat adətən hərbi məlumatlar və bundan bağlı olan məlumatlar biraz gizli olur. Ona görə mən hörmətli tamaşaçılarımıza sizin sualınızdan irəli gələrək demək istəyirəm ki, bundan bir narahatçılıq yoxdur. Bundan bağlı Azərbaycanda lazım olan müvafiq qurumlara aid olan bütün tədbirlər tam şəkildə nəzərə alaraq görülür. Təşəkkürlər bəy. Məsələn, İran-Amerika müharibəsi ilə bağlı bir razılıq əldə olundu. Amma bir çox mütəxəssislər belə düşünürlər ki, bu əslində sanki bir taymat kimidir. Yəni, daha sonra daha böyük bir müharibəyə sanki bir hazırlıq mərhələsi kimidir. Və yaxud da ki, Rusiya-Ukrayna müharibəsi gedən zaman, düzdür, məsələn, siz də qeyd edirsiniz, ümumiyyətlə, bütün göstəricilər də onu deyir ki, Rusiya ordusu, yəni dövlət olaraq, konkret olaraq yorulublar. Amma bir çox xarici, məsələn, kəşfiyyat məlumatları yayırlar ki, Rusiyanın özü belə daha böyük bir müharibəyə sanki hazırlaşır. Məhdud Baltikanı məsələsi çıxdı ortalığa. Belarusu hansısa bir prosesə qoşmaq cəhdləri var. Və yaxud da ki, Çinin biz son dönəmlər, məsələn, əvvəllər biz Çinin daha yumuşaq diplomatik dillə danışdığını görürdük, amma son dönəmlər istər Avropa İttifaqı ilə bağlı və yaxud da ki, Amerika ilə bağlı çox sərt dildə danışmağa başlayıblar. Ümumiyyətlə, siz necə görürsünüz? Hazır ki, dünyada baş verən, yəni həm Yaxın Şərqdə, həm Körfəzdə, həm Şərqi Avropa istiqamətində baş verənlər nə deməyə əsas verir ki, daha bir müharibəyə mi bizi gözləyir, yoxsa bu məsələni elə bu formada da yekunlaşdıracaqlar mı? Bilirsiniz, biz artıq Ukrayna-Rusiya müharibəsi fonunda onlarla paralel Yaxın Şərqdə gedən proseslərin şahidi oluruq. İranla bağlı məsələlər var burada. Əgər Rusiya-Ukrayna müharibəsinin belə deyək, məqsədi daha çox siyasi məqsəd daşıyırsa, digər müharibələr daha çox iqtisadi baxımından maraqları təmin etmək üçün aparılır. Və İran, İsrail, ABŞ məsələsində də İsrail deməzdim, ABŞ üçün. Çünki danışıqlarda görürsünüz, İsrail yoxdur. Yəni, ABŞ-ın nümayəndələri var.
sanki İsrail bu nətər deyirlər, yaxın şərqdə gedən proseslərdə İsrail iştirak eləmir. İrana İsrail hücum eləmir. Livana İsrail hücum eləmir. Və indi bu saat hətta İsraili Livandan çıxartmaq məsələsi də müzakirə olunur. Ancaq İsrailsiz. Ona görə də bunlar hamısı ABŞ yaxın şərqdə iqtisadi hədəfləri üstünlüyünü görürük və bu hədəflərin belə deyək, o çubuğun iki başı olur da deyirlər. Bir başı yaxın şərqdə İrandırsa, o biri başı uzaq şərqdə Çindir. Və biz bu bağlantını dəfələrlə müzakirə olunur və buna aydındır. Ona görə danışıqlar da belə gedir. Başa düşürsünüz? Bugün bir söz deyilir, sabah o bir söz deyir. Bugün neft biraz qiymət düşür, boğazı biraz açırlar, sonra biraz bağlayırlar, darlaşdırırlar, gene neft qalxır və bundan əlbəttə ABŞ-ın müvafiq belə deyək, enerji strukturları çox yaxşı qazanırlar. Rusiyanı müəyyən bir şəkildə, düzdür, Rusiya da burada öz məsələlərini həll edir. Ancaq qazanan tərəf tam şəkildə bu ABŞ-dır. Və hələ ki ABŞ bu məsələlərdən qazanc əldə eləyəcək, ABŞ bu formada da olacaq. Hansısa səbəblər tapılacaq, hansısa barmaq sirkələnəcək. Çox yaxşı bilirlər İranın reaksiyasını, hansı halda hansı reaksiya gözlənilə bilər və onunla da oynayır ABŞ və düşünürəm ki, ABŞ-ın hələ ki gəliri bu apardığı siyasətdən əldə edən gəlir gətirənə qədər biz yaxın şərqdə bu prosesləri davamlı görəcəyik. O ki qaldı Çin, əlbəttə Çin də artıq görür ki, bu məsələlər birbaşa hədəf Çindir, Çinin iqtisadiyyətidir və belə olduğu halda Çin də öz ritorikasında müəyyən bir ciddi belə deyək notalara üst tutur. Hətta Cənubi Amerikada olan ölkələrlə bağlı müəyyən bir addımlar atır, Afrika ilə bağlı müəyyən bir addımlar atır və Çin də müəyyən bir şəkildə öz təhlükəsizlik baxımından və maraqları qorumaq üçün əvvəlki ritorikada qala bilməz. Ona görə ki, əvvəlki ritorikada əvvəlki vəziyyət də deyil. Əvvəlki qiymətlər də yoxdur neftlə bağlı. Əvvəlki siyasi və geosiyasi arenada gedən proseslər də əvvəlki kimi deyil. Ona görə də Çin əvvəlki kimi niyə qalmalıdır ki? Təbii ki, o da yaranmış vəziyyətlə bağlı müəyyən fikirlər söyləyir. O ki, qaldı Rusiyanın gələcəkdə böyük müharibə məsələsi. Rusiya indi bu saat Ukrayna baxımından belə deyək ki, bu bir göstərici olacaq. Əgər Rusiya Ukrayna müharibəsində istədiyi nailiyyətləri və yaxud hədəfləri əldə edə bilsə, Avropada bu təxminən domino belə deyək ki, effektinə gələcək. Və Avropada əl-ayağa düşüb Rusiya qarşı Ukrayna ərazisində ətək sadə dillə desək, bağışlasınlar məni tamaşaçılar, pul tökmür ki. O pul tökür ki, öz təhlükəsizliyinə görə. Çünki bilir ki, Ukrayna sərhədlərindən o yana Rusiya hansısa addımlar ata bilsə, biz bilirik ki, birinci hədəf Pribaltika ölkələri olacaq. Və iştah deyir, yiyən vaxtı belə deyək, inkişaf edir. Belə olduğu halda Avropanın vəziyyəti təhlükəsizlik baxımından o qədər də ürək açan deyil. Niyə? Çünki Avropanın təhlükəsizliyi hələ ki bugünə NATO'ya bağlıdır, ABŞ-a bağlıdır. ABŞ-ın da prezidenti buna hansı münasibət bəsləyirsə biz bilirik. Və belə olduğu halda bütün indi istəmirəm bunu xırdalıqlara kimi gətirib çıxardım. Sadəcə demək istəyirəm ki, hamısı bir-birinə bağlıdır. Rusiyanın sabahki addımı nəticələrə bağlıdır.
Çinin sabahki mövqeyi, yaranmış vəziyyətə bağlıdır. Bunlar hamısı biri-birinə bağlı olan şeylərdir. Nə qədər ki, maraqlar baxımından maraqlı olan tərəfə əlverişli şərait yaranacaqsa ondan istifadə edəcək. İstər Rusiya olsun, istər Çin olsun, istər hansısa başqa ölkə olsun. Nə qədər ki, təhlükəsizlik baxımından maraqların təmin edilməsi hansısa başqa əlavə addımlar atılmasını tələb edəcək, o addımlar da atılacaq. Ona görə də hər şey yaranmış vəziyyətdən asılıdır və bugün Avropa Birliyində Rusiyanı yaranmış vəziyyətə görə danışıqlar masasına oturulmasını belə deyək, o təsirini və bunda belə aktiv iştirakini onunla bağlıdır ki, Rusiya bu vəziyyətdən özünü qalib kimi görməsin. Və dünya Rusiyanı qalib bir ölkə kimi qəbul etməsin. Çünki Rusiya bunu hiss eləsə, o olur deyir ki, qanı hiss eləyən vəhşi heyvan daha da vəhşiləşir. Bax, Rusiya hiss eləsə ki, o qalib çıxıb və dünya bunu qalib kimi qəbul eləyir və artıq qorxur, bu Rusiyada bundan sonra daha da belə deyək, böyük müharibələrə istiqamətləndirə bilər. Çünki belə deyək, sırf hərbi cəhətdən baxsaq, indi bütün Ukrayna müharibəsində iştirak edən ölkələr zəifləyib. Rusiya əvvəlki kimi qalmayıb, Avropa Birliyi də əvvəlki kimi qalmayıb, Avropa Birliyinə daxil olan ölkələr də əvvəlki kimi qalmayıb. Bunlar bu arsenal hamısı Ukraynaya yönəldiblər. Ukraynada bu göyə sovrulub. ABŞ özü də İran müharibəsində baxın, cəmi cümlətən bir aydan birə çox tab gətirdi. Sonra artıq dayandırılmalı oldu. Yəni bunlar hamısı onu göstərir ki, Rusiya qarşı olan koalisiya ölkələr də özlərini çox belə deyək, etibarlı sayılmırlar. Ona görə bu vəziyyətdə əgər Rusiya bu zəifliyi hiss eləyərək öz üstünlüyü geosiyasi arenada belə deyək, müəyyən bir şəkildə təmin eləyə bilsə hegemonluğunu, o hegemonluq Rusiyanı hara aparacaq hələ demək olmaz. Və təbii ki, hədəf Avropadır. Niyə? Çünki Avropa həmişə Rusiyaya qarşı bütün müharibələr, istər Birinci Dünya müharibəsi, istər İkinci Dünya müharibəsi, istər indi gedən Üçüncü Dünya müharibəsi Avropadan başlayır. Ona görə də Avropa ilə bağlı Rusiyanın özünün mövqeyləri var və mən inanıram ki, indi bu saat Rusiyanın Gen ştabında Avropa daxil, Avropa ölkələri daxil onlara qarşı belə deyək, onların darmadağın etməsi ilə, oranı işğal etməsi ilə da bağlı strateji planlar həmişə olub və indi də var. Və bu planlar hələ belə yaranmır ki. Ona görə də mən düşünürəm ki, siz düz dediniz, yəni Rusiyanın bu müharibədən necə çıxacağından gələcək dünyanın nə təhlükəsizliyi hansı formada olacağı asıllıdır. Çin isə əlbəttə mən düşünürəm ki, əgər yaxın şərqdə proseslər, indi Trump Çinə də öz minnətdarlığını bildirib, bundan bağlı ancaq Trump'ın ipi elə bir ipdir ki, ona etibar etmək olmaz. Trump hər şeyə iqtisadi prizmadan baxır. Və belə bir fikir də səslənir ki, Rusiya Ukrayna cəbhəsində istədiyini əldə etsə, yəni siz dediyiniz kimi yönü tutacaq Avropa tərəf. Amma belə bir fikir də var ki, Rusiya əgər Ukrayna cəbhəsində istədiyini əldə edə bilməsə və özünü qalib elan edə bilməsə, digər cəbhələrə yönələ bilər. Məsələn, bunun birini Orta Asiya deyirlər, Cənubi Qafqaz istiqaməti deyirlər, Ermənistan'da baş verən Ermənistanla Rusiya münasibətləri də ortadadır.
Siz necə görürsünüz? Ümumiyyətlə Rusiyanın belə bir şansı və yaxud da ki, belə bir iştahı olarmı ki, yenidən Cənubi Qafqaz, yəni köhnə postsovet məkanı və Orta Asiya ölkələrinə doğru hansısa bir addımlar ata bilsin? Əgər biz bu suala Alyaska görüşlərinin baxımından yanaşsaq, Mən. aydındır ki, Rusiya çalışacaq ki, əgər Alyaskada gedən danışıqlar doğrudan da Rusiyanın maraqları ilə bağlı Trampla hansısa razılıq əldə edilibsə və əlbəttə Rusiyanın birinci yaxın arbiti postsovet məkanı olacaq. Yəni SNK ölkələri olacaq. Rusiya Ukrayna müharibəsində və koalisiyanın Rusiyaya qarşı olan belə deyək, əks yəni iştirakında belə desək biz gördü ki, burada Rusiya tek qaldı. Yəni istər KTMT olsun, istər SNG olsun, bu ölkələr heç biri Rusiyanı dəstəkləmədilər. Rusiya meydanda tek qaldı. Niye tek kaldı? Ona göre ki hesap edir ki SNG dövlətlərini öz arbitindən belə deyək, təsir mexanizmasını düzgün qiymətləndirmir. Və bugün Rusiya öz ətrafını müəyyən bir şəkildə təhlükəsizlik baxımından ən yaxın olan və ən belə deyək əl çatan postsovet məkanıdır. Hələ də bizim bağlantılarımız var. İstər iqtisadi olsun, istər psixoloji olsun, istər ənənələr olsun. Axır nə hansı baxımdan baxırsan bax, bugün postsovet məkanına daxil olan ölkələr Rusiya bağlantısı çoxdur və Rusiyanın da onlarla olan əlaqələri hələ ki sıxdır. Bunu parçalamaq istəyən, bu əlaqələri müəyyən bir şəkildə zəiflətmək istəyən qüvvələr var. Biz o Ermənistan variantında bunu görürük. Təbii ki, Rusiya indi bu saat düşünməlidir. Mən Ukraynada olan müharibəni qurtarmalıyam, həm də ona görə ki, mən əlimdə olan postsovet məkanını da itirməyim. Bir dənə balaca Ermənistan, bir Avropa Birliyindən gələn rəhbərlərin belə deyək, orada keçirən tədbirin nəticəsində və ümumiyyətlə balaca bir Ermənistan Azərbaycanla sülh məsələsini ABŞ-da həll elədi. Zəngizur yolunu çevirdilər, Trump yolu elədilər. Avropa baxımından Avropa Paşinyanı dəstəkləyir, Paşinyan gəldi, yəni qalib gəldi. Düzdür, bu Avropa dəstəkləməsi yox, Paşinyanın apardığı siyasətin nəticəsidir. Evet. Ancaq bütün bunlar yenə də Paşinyanın iki stulda oturmasını görərək bilir ki, burada Paşinyan etibarlı bir, etibar edəsi bir dövlət rəhbəri deyil. Bu hələ balaca bir Ermənistandır. Digər ölkələri demirəm. Bugün Belarusiya arada ABŞ-a da tərif, belə deyək, tərif deyir. Yəni Avropa ölkələri ilə də çalışır hansısa müəyyən bir əlaqələr qursun. Qazaxıstan həmçinin həm Çin faktoru var, həm ABŞ faktoru var, həm Avropa faktoru var. Yəni Rusiya Ukrayna müharibəsində gördü ki, o strateji baxımından düzgün hesablanmayıb onun addımları. Rusiya indi gəlib o məsələyə çatdı ki, ya o bütün vasitələrdən istifadə edib qısaca bir zamanda biz əvvəl deyirdik 3 gün, 1 həftə, 1 ay Ukraynanı işğal etməli idi və onda dayanmalı idi və ondan sonra əlbəttə onun strateji imkanları daha da geniş olacaq idi. Ya da ki bu vəziyyətdə olaraq müharibəni uzadaraq o
postsovet mekanında olan, yakın arbitrada olan o dayaqları da, təsirləri də, ölkələri də itirməkdə olur. Çünki ahali baxımından gənc nəsil artıq Rusiyanı elə qəbul eləmir. O yaşlı nəsildir. Hansı ki Sovet ideyalara bağlı, o birliyə bağlı olan və Rusiyanı onun mərkəzi kimi qəbul edirdi. İndi yaşlı nəsil artıq yeni gənc nəsillə əvəzlənərək gənc nəsil artıq o baxımından baxmır Rusiyaya, yanaşmır. Ona görə də Rusiya indi bu saat Ukrayna münaqişəni tezliklə qurtarmalıdır ki, o deyir ziyanın yarısından da qayıtmaq məsələsi. Ki, postsovet məkanında olan ölkələrlə öz münasibətlərini daha da möhkəmləndirsin. Niyə? Çünki Ukraynanı bufir kimi görmək lazım deyil. Postsovet məkanında olan bütün ölkələr bugün Rusiya üçün bufirdir. Evet. Və onların Rusiya ilə münasibətlərindən Rusiyanın təhlükəsizliyi asılıdır. Ona görə də mən düşünürəm ki, bu baxımından da Rusiya artıq Ukrayna münaqişəsində tezliklə qurtarmasında maraqlı kimi özünü, yəni son onların çıxışları, dedikləri və s. və ilahi görünür ki, artıq Rusiya daxildə olan prosesləri də qiymətləndirir ki, təbii ki, dron gəlib Moskvanı vuranda bu Rusiyanın rəhbərliyinə heç də belə deyək, dividendlər gətirmir. Tabii. Əksinə işləyir. Ona görə bir partlayış ola bilər. Çünki Rusiyanın əgər biz tarixə baxsaq, inqilaba baxsaq və s. Rusiya inqilablı bir belə deyək, onun genində inqilab var. İnqilab toxumu belə deyək, geni var. O gen hər an özünü göstərə bilər. Və indi bu saat Rusiyanın daxilində dövlət tərəfindən hansısa ideoloji tədbirlər görərək onu biraz saxlayamaq, belə deyək, saxlamaq üçün addımlar atırsa, o demək deyil ki, Rusiyanın daxilində hər şey Rusiya rəhbərliyi istədiyi kimidir. Doğru. Ona görə də mən düşünürəm ki, bu müharibə tezliklə öz nəticələrini göstərəcək, qurtaracaq və ondan sonra mənə elə gəlir ki, hər halda düzdür, mən proqnoz verməyi xoşlamıram, ancaq mən belə deyərdim də, mənim arzularımı səsləndirərəm, arzularım kimi qəbul edeyim. Mənə elə gəlir ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada müəyyən bir şəkildə artıq münaqişələr və digər məsələlər artıq səngiyəcək və dünya daha da belə deyək, stabil bir həyat yaşamağa istiqamətlənəcək. Çünki hamısı bugünkü sadə dillə desək, bu dəli dünyadan yorulub. Artıq dünya özü də yorulub. Və son olaraq bir şey qeyd eləmək istəyirdim və fikrimizi də alım yekunlaşdırarıq. Məsələn, Rusiya-Ukrayna müharibəsi, elə İran-Amerika müharibəsi, sizcə bütün, məsələn, bir çox insanların fikrində belə var idi ki, Rusiya ordusu hansısa bir ölkəyə girəcəksə, o ölkəni dərhal işğal edəcək. Və yaxud da ki, Amerika istənilən bir ölkəni dağıda bilər, istənilən bir ölkəni işğal edə bilər. Amma Ukraynanın müqaviməti, eyni zamanda da İranın bu formada müqaviməti digər ölkələrə, lap kiçik ölkələr, elə Azərbaycan qarşı, bunlara bir psixoloji cəhətdən bir təsir eləmədi mi ki, yəni istənilən bir ölkə ilə döyüşmək mümkündür. Təbii ki, nüvə silahının çıxmaq şərti ilə də, yəni istənilən bir ölkə ilə döyüşmək mümkündür və istənilən bir ölkəyə ən azından nəyisə qopartmaq və yaxud da ki, ayaqda qalmaq mümkündür. Yəni artıq bir çox ölkələr də mən belə görünür ki, bu cür düşünən ölkələr də var. Siz necə fikirləşirsiniz? Yəni bu müharibələr nə qazandırdı həm də cəmiyyətlərə? Burada məqsədlər hansıdırsa, onu baxmaq lazım. Mənə elə gəlir ki, Rusiyanın Ukraynanı işğal etmək niyyəti olmuyor. Maraqlı yanaşmadır. Rusiyanın qarşıda qoyulan məqsədlər nə idi? Rusiya dilinin orada yəni sərbəst istifadəsi, natsizmə qarşı tədbirlərin görülməsi və Ukraynanın NATO və yaxud hansısa bloka girməməsi. Bunlar işğalla heç bir əlaqəsi yoxdur.
Hı. Ve Rusiyanın bütün təzyiqləri də Ukrayna qarşı arazilərini işğal etməsinin də məqsədi Ukraynanı işğal etmək tam şəkildə yox, bu məqsədlərə nail olmaqdır. Və bugün də masa arxasında oturmaq üçün Rusiya deyir ki, biz bu müharibəni səbəblərini hələ aradan götürməmişik. Yəni bu müharibəyə gətirən bu üç faktoru hələ həll etməmişik. Ona görə də biz masa arxasında otura bilmirik. Onlar demir ki, biz Ukraynanı işğal etməmişik, ona görə danışıqlar masasına oturmuruq. Bunlar deyirlər ki, bu üç məsələ ki, hansı ki bunlar qoyulmuşdur, bu məqsədlərə biz nail olmamışıq. Amma bunun işğalla heç bir əlaqəsi yoxdur. Digər məsələ ABŞ-İran məsələsi. ABŞ bəyəm İranı işğal etmək istəyirdi? Yox. ABŞ İranla münaqişəni indi bu haqda siz də çox danışmısınız, savadlı hərbi belə deyək, həm jurnalistsiz, həm ekspertsiz və sizin də çıxışlarınızı qulaq asırıq biz. Mən deyərdim ki, burada məqsəd başqa idi. Məqsəd iqtisadi məqsəd idi, nail oldular. Logistikaya mane olmaqdır, nail oldular. Neftin qiyməti qaldırmaqdır, nail oldular. ABŞ-ın nefti dünyaya belə deyək, neft quyusundan fontan kimi vurur bəzən. O formada yayıldı bütün ölkəyə. Avropanı nətər deyərlər, öz təsiri altında aldı. Dünyanın yarısını demək olar ki, ABŞ tərəfindən nazarət edilən enerji belə deyək, satışını təmin elədi. Ona görə də burada işğal söhbəti yoxdur. Ancaq bunu sizin sualınıza gətirsək, bunu belə demək olar ki, indi bu müasir müharibələr, əgər əvvəlki müharibələr, klassik müharibələr işğalla bağlı idisə, indiki müharibələr maraqlarla bağlıdır. Və o maraqlar baxımından əgər təmin olunursa, onlar o işğal eləmirlər. İndi bu saat neft qalxdı, ABŞ öz niyyətinə çatdı. İndi bu saat boğazı açır yavaş-yavaş, gəmiləri sayırlar, nə qədər gedir, nə qədər gəlir. Ancaq baxın, bu son danışıqlarda bu fikir hələ belə deyilməyib ki. Trump dedi ki, baxın, mən boğazı nəzarət altında saxlayacağam və rüsum ödəyəcəksiniz mənə, ABŞ-a. Bu nə deməkdir? Bunun başqa bir məqsədi var. Ona görə hər bir münaqişənin hansı məqsədlərə yönəlməsi qiymətləndirilməlidir və o məqsədlərlə bağlanmalıdır. Ona görə də bu iki faktor da mənə elə gəlir ki, işğalla yox, qarşıda qoyulan maraqların həyata keçirtməklə, məqsədlərin həyata keçirtməklə olan münaqişələrdir. Və ona görə də mən deyərdim ki, müasir münaqişələr, məsələn, tutaq ki, Qəzza zolağında İsraillə Qəzzada bir ildən çox davam edəcəyini kim düşünər? Heç kim. Deyirlər bir həftə, 2 həftə, sonra bir ay, sonra 2 ay, gəldi çıxdı ildən yuxarı. Yəni, indi müasir münaqişələr biraz o əvvəlki klassik düşüncə ilə yanaşmaq lazım deyil. Birincisi, məqsədlər qəti deyil. Yəni, o məqsəd daşımır. İkincisi də ki, o, belə deyək, məqsədlərə, maraqları təmin etmək üçün bugün dünyada, belə deyək, əks təsir göstərə biləcək qüvvələr, mexanizmalar və s. çoxdur. Ona görə də biz müharibələri işğalla qiymətləndiririk. Ancaq bugünkü müharibələri işğalla yox, maraqların təmin edilməsi ilə qiymətləndirmək lazımdır. Təşəkkür edirəm və sizə vaxt ayırdığınız üçün və suallara geniş əhatəli cavab verdiyiniz üçün minnətdaram. Mən də sizə təşəkkür edirəm, sağ olun. İzləyicilərə təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.